Danışın. Əvvəllər deməli rəvayətə görə şahın zülmündən insanlar əziyyət çəkilmiş. Burada sayı dəqiq bilinmir. 7 nəfər bəziləri deyir, bəziləri deyir 5 nəfər qaçıblar. Gəliblər mağaraya sığınıblar. Yanlarında bir dənə it olubdu. Deməli onları burada mağarada qalanda yuxuya gediblər. Yuxu mələyi gəlib onları yuxuya verir. Onlar müəyyən müddət, yəni 300 il deyirlər, 700 il deyirlər. Burada qalandan sonra yatıblar, yuxuya gediblər. Ayrılıblar, təzədən qayıdıblar şəhərə. Şəhərdə görüblər ki, bunlar hiss eləməyiblər də nə qədər yatdıqlarını. Elə biliblər onlar bir gün yatıblar. Hiss eləməyiblər, qayıdıb gedəndə görüblər ki, hər şey dəyişir, pul dəyişir, filan dəyişir. Təzədən onlar qayıdıb gəliblər, burada bir yer var, orada qeybə çəkiliblər. Sonradan bunun üstündə onların o qeybə çəkildiyi yer